Kızlar işten geldim, rahatlandım, paltarımı değiştim, Diləyə baş çəkdim, biraz söhbət etdik. Bugün nələr olub, nələr olmayıb, məktəbdən tədbirə gediblər, onunla bağlı biraz söhbət etdik. Gəldim, aldığım meyvə tərəvəzləri açıb yer eləyim. Hələ yemək yeməmişəm, ümumiyyətlə bütün gün yemək yeməmişəm. 2 dənə yulaflı peçenyamdan yemişəm, bir dənə də karalok yemişəm. Onun üstündəyim. Az deyiləm, acam biraz belə, yüngülvari. Açım paketləri yer eləyim, ondan sonra yemək yeyəcəm. Amma tərəvəzlər də ancaq meyvə tərəvəz. Amma istədim ki, onu da sizinlə əmpakində edəm. Mənim vazkeçilməzim, olmazsa olmazlarım, evdə göy olmayanda ürəyim baxdır. Elə biləm ki, heç nə yox. Ay Allah! Mən necə sevirəm bu ətri, hədsiz dərəcədə çox sevirəm. Uşaqlıqdan mamam sağ olsun ki, bizə öyrədib göyərti yeməyi. Yəni, həqiqətən də burada mamaların rolu çox böyükdür. Öyrətmək lazımdır uşaqlara. Uşaqlar var ki, sevmirlər. Ay, göyərti belə falan, amma çox xeyirlidir. Biz də uşaqlarımıza öyrətmişik. Yəni, Dilək mütləq yemək yeyəndə yanında göyərti, ya pomidor xiyar, ya turşu, nə varsa Allah verəndən olmalıdır. Amma göyərti elə bir yəni tərəvəzdir ki, qiymətdə münasibdir, hamı da ala bilər, çox da xeyirlidir, çox da vitaminlərlə zəngindir, hər fəsildə də yemək olur. Ona görə bizim evdə göyərtisiz mümkün deyil. Bildiyiniz pomidor xiyar almışam. Bilirsiniz də, mən hər dəfə deyirəm, yəni Xətai metrosunun yaxınlığında Xətai estetik klinikası var, onun yaxınlığında, onun yanındadır. Orada bir Xətai bazar var, meyvəçi bazar. Xətai bazar deyirəm hər dəfə ora. Meyvəçi bazar. Orada qardaşlar işləyirlər, o qədər təmiz, səliqəli, keyfiyyətli, gözəl məhsullar gətirirlər ki, hədsiz dərəcədə özləri də o qədər mədəni, o qədər tərbiyəli insanlardır ki, hər şeyə belə çox titiz yanaşırlar, çox sayağı ilə, hörmətlə yanaşırlar. Onların çox gözəl süd, qatıq məhsulları, yumurta falan belə şeylər olur. Hər dəfə fərqli pendirlər olur. Bu dəfə balaca biraz aldım, təzə pendir idi. Dedim, biraz dadına baxım. Dilək də çox sevir pendir, mən də çox sevirəm. Dedim, dadına baxım, xoşum gəlsə yenə alacağım. Hər dəfə belə vedrələrdə də, özəl vedrələrdə gəlir, pendirlər. Kərəviz, olmazsa olmazım. Sabahdan bu arada detoksa başlayıram. Bir həftə arayla mən detokslar eləyirəm. Yəni sabahdan detoksa başlayacağım. Almalarımı yiyib qoymuşam artıq bir kənara. Telefonu çox sevirəm və telefon aldım. Bu arada hər meyvəni öz mövsümündə yemək çox vacibdir. Özəlliklə də belə də qorunan insanlar, səhhətində cüzdə olsa problem olan insanlar varsa və buradan səslənirəm böyrək köçürülən insanlara ki, çalışın ki, meyvələri öz vaxtında yeyəsiniz. Yəni, biraz dərman tərkibli olmasın. Mədə həkimim xüsusilə vurğuladı ki, bu fəslin meyvələrindən bol-bol yeyir. Bir-iki məsləhətim olacaq, onu da vurğulamaq istəyirəm. Artıq bizdə çox savadlı həkimlər var və çox şükür ki, bu qədər inkişaf etmişik. Amma bəzi həkimlər bəzi şeyləri demirlər də, onu yeyib. Böyrək köçürülən xəstələrə qreypfrut olmaz, qəti şəkildə olmaz. Mən əvvəl bilmirdim, bir-iki dəfə şirəsini çəkib içmişdim. Sonra həkim mənə dedi ki, əsla və əsla olmaz. Yəni, mənə heç kim deməmişdi onu burada. Bir də nar az olar. Yəni, biraz ehtiyat edin belə şeylərə. Badımcanlarımı gördünüz. Əlcək badımcanları aldım. Badımcan qızartmasını hədsiz çox sevirəm. Belə biz eləyirik, mama qızartır yekə badımcanı. Biz onu uşaqlıqdan qombul badımcan deyirdik. Belə qızartırıq, fal-fal doğrayıb, hamısını bir yerdə atır tavaya, bir dağ qəşəng tavaya. Sonra üstünə pomidor əlavə edirik. Göy doğrayırsan, sarımsaq əzib atırsan, qatıqla dəhşətli dərəcədə qəşəng olur. Bu lavaşları da onlardan alıram. Çox yumuşaq, pambıq kimi ləzzətli lavaşları olur. İstədim onu da sizə göstərim. Bu mənə verilən payları göstərirəm sizə. Xiyar tutması, görün necə gözəldir, necə səliqəlidir, baxın. Çox səliqəlidir, çox da dadlı olur bu arada. Pomidor tutması. Çok güzel.
Bir də heyva tutması eləyiblər. Bu o qədər dadlıdır. Heyva çox sevirəm. Bir də belə tutmasını, içində quru nanə, qara istiot belə ləzzətlidir. Belə. Bunları yığım, yığışdırım. Tez bir damcı yemək yeyim, atışdırım bir şeylər. Ondan sonra bir dənə də unpackingim var sizlə. Mənə bir hədiyyə gəlib. Çox gözəl, çox ləzzətli.